Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun. 2003-cü ilin oktyabr ayı və 2026-cı il. 23 ildir bu adam ölkənin başındadır. Dırnaqarası prezidentdir, ölkənin başında duran birinci şəxsdir. Bu hələ indi durub deyir ki, biz elə etməliyik ki, insanlar yaxşı yaşasın, iş yerləri açılsın. Təsəvvür edin. Bu adam da deməyə, dırnaqarası adamdır, adam da deməyə dil gəlmir. Bu şərəfsiz oğraş 23 ildir Azərbaycanın başındadır və hələ indi 23 il sonra durub osturub indi ayılıb ki, elə etməliyik ki, deyir, insanlarımız yaxşı yaşamalıdır. Yəni bu özü etiraf eləyir ki, bu İlham Əliyev özü etiraf eləyir ki, yəni ölkədə vəziyyət göt gündə də konkret şəkildə, yəni insanlar yaşamır, sürünür. Başa düşürsünüz? İnsanlar konkret səfalət, yoxsulluq içində yaşayır. Bunu İlham Əliyev özü etiraf edir də. Prosto indi yəqin Pakazokka üçün, şou üçün durub deyir ki, ya biz elə etməliyik ki, yəni bu hələ bu adam 23 ildə hələ heç bir şey eləməyib. Bunu etiraf edir özü. Bunu özü də yaxşı bilir. O kim ki deyir, prezidentin heç nədən xəbəri yoxdur. Pox irun deyən. Prezidentin lap hər şeydən də çox gözəl də xəbəri var. Azərbaycanda insanlar nə tər vəziyyətdə yaşayır. Hamısını bilir. Ona görə bu ağzından, o deyir, dil çaşar düzünü deyər. Ağzından quş bıraxçı deyir, biz elə eləməyik ki, insanlarımız yaxşı yaşasın, iş yerlər alsın. Yəni 23 ildə bu adam nə öz insanını, öz vətəndaşını yaxşı yaşadı bilib, nə də ki, Azərbaycanda bir dənə o da olsun iş yeri açıbdır. Heç bir şey eləməyib. 23 ildə bilirsiniz nə edib? Ailəsi ilə birlikdə, ətrafındakı 40 quldur dəstəsi ilə birlikdə bu illər ərzində ta bunun o corbagör atasını Heydərdən bu yana Azərbaycanın neftindən, qazından, qızılından gələn milyardları dediyim kimi ailəsi və quldur ətrafı ilə birlikdə hamısını xaricə uğrayıb daşıdılar. Dubaya, İngiltərə, nə bilim, dünyanın elə bir ölkəsi, Avropası, elə bir ölkəsi yoxdur ki, şəxsən mənim yaşadığım İsveçrədə İlham Əliyevin şəxsi özünün 136 milyard dollar pulu var. Yəni bunun hakimiyyətdə olduğu müddətdə Azərbaycan nə Azərbaycan adlı ölkəyə, vətənimizə bir xeyri dəydi, nə də ki Azərbaycan vətəndaşlarının bir xeyir gördü bundan. Nə də o neftdən qazdan biz xeyir gördük. Harada eşitdik Panama sənədləri, Pandora sənədləri, ancaq London sənədləri, ancaq ya eşidəcəyik ki, Londonun yarısını satın alıb, ya Dubayda 700'da otel alıb, ya Türkiyədə o 500 milyona qızına otel alıb. Ancaq bunun belə biz xəbərlərini eşitdik İlham Əliyev ailəsinin. Və xalq da bugün görsə yağış yağıb Bakıya, Bakı suyun altında qalıb. Və görün, bir kəlmə çıxıb açıqlama verirmi? Vermir. Bir kəlmə, nə naziri, nə başqa ölkədə belə o şey olan kimi, məsələn Almaniyanın hansısa bir şəhəri vardı, adım bunu da verdi, nə idi, belə bir şəhər idi. Demək, o şəhəri su basmışdı, oranın şəhərin meri, zat, hamısı nə qədər nazir istefa verdi. Niyə sən sistemi düzgün qurmamısan, niyə bu vəziyyətə gəlib çıxıbdı? Amma illərdən də bizdə körpünün içində adam boğulur, ölür. Nə prezidentinin qozunadır, nə nazirin, məmurun qozunadır. Çünki ümumiyyətlə Azərbaycan xalqı İlham Əliyevin qozuna deyil. Onun ətrafındakılarının qozuna döyürsən, sən Azərbaycan vətəndaşı. Nə İlhamın daşşağındakı qıl, nə də Mehribanın dındığındakı qıl qədər sənin hörmətin yoxdur Azərbaycan vətəndaşı. Başa düşürsünüzmü? Hətta məzələnmək üçün sizdən durub deyirlər ki, normadan artıq yağıb. İllərdən də bu söz təşkil olunur. İllərdən də faciələr, yanğıntılar, dağıntılar və xalqdakı işlərdə, xalqdakı ölübdür, bastıranı yoxdur. Və İlham Əliyevdə belə bir xalqı idarə eləməyə nə var ki, belə çurban, qorxaq, yaltaq, savadsız, cahil xalqı idarə eləməyə nə var ki? 2 vur 2'dir. Vay o gündən ki, o xalqın gözü açıq ola, haqqını tələb eləyər. O vaxt Jirinovski düz deyir də, Heydər Əliyevə. Heydər Əliyev, sən xoşbəxt çobansan ki, sən 7 milyon qoyunun var. Və İlham Əliyevin də bugün 10 milyon qoyunu var. Qatıb qabağını otarır, heç kim də səsini çıxarmır. Nə qədər ki səsini çıxarmayasınız,
Elə o yağış suyun içində boğulub öləsiniz.